Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Fizika 20 sınaq 1-ci qrup 14-cü sınağın izahına baxaq. Deməli, ümumi sınaqda uşaqlar 1-ci sualdan başlayaq. A nöqtəsindən başlayaraq çeviri üzrə bərabər sürətlə gedən cismin B nöqtəsində olduqda yerləşməsi modulu S olarsa, C nöqtəsində olduğu andakı yerləşməsi modulu, deməli, A-dan B-yə gələn zaman uşaqlar bir iki radiuslarımız R və A-dan B-yə gələndə S, AB yer dəyişməmiz kök altında 2 R bərabər olur. Və bu kök altı 2 R nəyə görə kök altı 2 R? Çünki 90 dərəcədə yer dəyişmədə başlanğıcın sonu birləşdən istiqamətlənmiş düz xətt parçasıdır. Bilirsiniz ki, katetlər bərabərsə, hipotenuz onun kök altı 2-misindən bərabərdir. Kök altı 2 R oldu. Və bunda sizə bir S-dən ifadə edib. Sizdən sorur ki, C nöqtəsində olduğu andakı yerləşməsi, yəni A-dan C-yə də yerləşmə nə qədər olacaq? Elə A-dan C-yə o qədər olan xəttin uzunluğu, yəni 2 R. İndi sizdən soruşur ki, bu 2R neçə S-ə bərabərdir? Buradan R-i tapsaq, buradan R nəyə bərabərdir? S bölünsün kök altında 2. Gətirək, burada R-in yerinə yazaq, S böl kök altında 2. 2 vurulsun, S böl kök altında 2. Rasionallıqdan azad etmək üçün hər tərəf kök altında 2-yə vursaq, belə bir fayda almış olarıq. 2 vurulsun kök altında 2 böl. Vur S bölünsün kök altında 2 vur kök altında 2, yəni 2. 2-lər də gedəcək olacaq kök altında 2 S, yəni A variantı. Yerin süni P2-nin yer səthi yaxınlığının 4-mü periodu T olarsa, yer səthindən H bərabər 3R yer hündürlükdə nəyə bərabər olar? Deməli, uşaqlar, baxaq düsturumuza. Yer səthi yaxınlığında 4-mü periodu T olarsa, düsturumuz belədir. 2, deməli, birinci kosmik sürət kök altında JR və ya J-in bölünsün. R üstə gəl H-dır. Yer səthində deyirsə, H yazmırıq, yalnız olur R. Yer səthinin hansı hündürlükdə isə olacaq R üstə gəlinsin H. İndi birinci halda V-nin yerinə 2πr qoyaq. 2πr bölünsün T bərabərdir. Kök altında Jm bölünsün R-dir. Deməli, uşaqlar, buradan 2 yerdə də R var. Ona görə də mötərizən hər tərəf kvadrat yüksəldib, R-ləri bir yerə gətirib T-ni astığı qurursunuz və bu tərəfi kvadrat yüksəldib, hər iki tərəfi də alacaqsınız. Nə? Burada R kvadrat, burada R, buradası T kvadrat. Alır ki, T kvadrat R-in kubu ilə düz mütənsib astı. Zaten yəqin ki, bunu bilirsiniz. T1-in kvadratı bölünsün T2-nin kvadratı. Birinci məsafəmiz nədir? R1-in özüydü təkcə, düzdürmü? R1-in kubu. İkinci məsafəmiz nə olacaq? R üstə gəl H. R üstə gəl H-ın kubu. Bircə saniyə, gəlin buradan yazaq. Deməli, ikinci məsafəmiz olacaq R üstə gəlinsin H-ın kubu. R üstə gəl H-ın kubuna. İndi baxaq. Deməli, yer səthi yaxınlığında deyir period T-dir. T1-in yerinə T kvadrat bölünsün T2 kvadrat bərabərdir R kubu bölünsün R üstə gəl H-ın kubu. H-ın da yerinə 3 R yazsaq olacaq R üstə gəl 3 R, yəni 4 R-in kubu olacaq 64 R kubu. 64 R kubu. R kubları getdi. Aldıq ki, T2 kvadrat bölünsün T2 kvadrat bərabər 64-də 1. Hər tərəfdən də uşaqlar kök çıxarsaq, alır ki, T böl T2 bərabərdir 8-də 1. T2 bizə lazımdır. T2 olacaq 8T. 3-dən elastik yaydan 2 ədəd yük astıqda uzanması x olur. 3M kütlə yükü götürdükdə yayın uzanması nə qədər olar? Deməli, 4mj bərabər kx-dır. Biz kx1, bu da olsun x1-də. X-də unutmayaq. Bizdən soruşur ki, 3M kütlə cismi götürsə, yalnız qalacaq mj. Mj bərabərdir kx2-yə. Tərəf-tərəfə bölsə uşaqlar, mj-lər gedəcək, k-lar gedəcək. Alacaq belə, burada 1 qaldı. 4 böl 1 bərabərdir x1 böl x2. x1-in yerinə x yazacaq, x bölünsün x2. Sizdən x2-ni soruşur. Yerini dəyişsək, x2 bərabər olacaq, x bölünsün 4. C variantı. 4-də çəkisi 120 Newton olan bir cins çubuğu dayaq üzərində tarazlıqda saxlamaq üçün lazım olan minimal qüvvə nəyə bərabər olmalıdır? Qüvvə minimal olması üçün qol böyük olmalıdır. Birinci uşaq çəkisi 120 Newtondur, yəni bunun bir cins çubuğudur və ağırlığı düz mərkəzə düşür. Bu 120 Newtondur. Sizdən minimal qüvvəni soruşur və minimal qüvvəni elə götürmək lazım ki, qolu böyük olsun. Təbii ki, uşaq, baxın, bu hansı tərəfə fırladır? Saat əqrəbi istiqamətən fırladır. Elə bir qüvvə götürmək lazımdır ki, saat əqrəbin istiqamətində fırladan bir qüvvə olsun. Deməli, uşaqlar, baxın, burada olacaq qüvvəni hardan götürməliyik? Baxın, qüvvəni sağ tərəfdən də götürmək olar. Üzüm aşağıya doğru. Çünki saat əqrəbi istiqamətində və buradan da götürmək olar saat əqrəbi istiqamətində. Və bizdən minimal qüvvə soruşduğuna görə baxırıq ki, sol tərəfdən götürsək 1, 2, 3, 4 qol olacaq. Amma sağ tərəfdən götürsək 2 qol olacaq. Və dedik ki, qüvvənin minimal olması üçün qol böyük olmalıdır. Ona görə
soldan təsir edən qüvvəni və yuxarıya doğru götürürəm ki, momentumda ödənsin, yəni tarazlıqda qala bilsin. F vurulsun qolu 4 bərabərdir 120 vurulsun. 120'nin qolu nə qədərdir? Baxın, bu məsafə 120 qoldur 1. F də bərabər olacaq 120 bölü 4-dən 30 Newton. B variantı. 5-də qapalı sistemi təşkil edən külələr P1 bərabər 3P və P2 bərabər 2P impulslarla qarşı-qarşıya hərəkət edir. Külələr qeyri-lastik toqquşmadan sonra hansı istiqamətdə və hansı impulsla hərəkət edər? Deməli, uşaqlar, əgər qeyri-lastik toqquşmadırsa, bir yerdə hərəkət edəcəklər və impulsun saxlanma qanunu ödənir. Yəni, sistemin impulsu ayrı-ayrı impulsların vektorial cəminə bərabərdir. P yekun bərabərdir istiqamətcədə P1 vektor üstə gəlsin P2 vektora. P1 3P-dir, P2 isə mənfi 2P götürür. Ona görə ki, x oxu üzrə baxırıqsa, P1 müsbətdir, çünki x oxu istiqaməti, P2 isə mənfidir və ya əks istiqamətdə demişdik, neyirik, çıxırıq. P yekun bərabər olacaq, yəni sondakı olacaq 3P çıxılsın 2P, alırıq müsbət P, deməli, sağa doğru P impulsu ilə. Deməli, oldu D variantı. 6-da bir cism hissəsini müxtəlif sürətlərlə V1 bərabər deyil V2. Çevre üzrə bərabər sürətdə hərəkət edən 2 proton. 2 protona deməkdir ki, hər birinin yük ədədi və kütlə ədədləri bir-birinə bərabərdir. Külər emlər getdi. Hansı fiziki qiymətlərin qiyməti eynidir? Birinci sahədə o deməkdir ki, B bərabər konstant. Yazıb Lorentz. Lorenzin düsturu QVB-dir. QVB. V-lər müxtəlif olduğuna görə bu da müxtəlif olacaq. Period. Periodun düsturu 2 PM bölünsün QB-dir. Bəli, burada birinci sahədə B sabit idi. Q ilə M də eyni. İkisi də proton olduğuna görə eynidir. Bunu götürdük. Əylik radiusu. Əylik radiusu MV bərabər QB-yə rəsaysən. Q eyni, B eyni, M eyni. Radiusdan düz aslı götürürük. Deməli, bu müxtəlifdir. Sürət çünki müxtəlif olduğuna görə radius da müxtəlif olacaq. Bucaq sürəti. Bucaq sürəti də 2pi bölü t-dir. Əgər perioda eyni demişiksə, bu da eynidir. Mərkəzi qaçırma təcili MA bərabər QVB-dir. Yenə Q, B, M eyni idi. Aynı V-ni düz mütasib götürürük. Bu da eyni deyil. Deməli, oldu period və bucaq sürəti 2 və 4 A variantı. 7-də infrases və ultrases dalğaları üçün Euler Venn diaqramına uyğun bəndləri müəyyən edin. Infrases. Tezliyi 16 Hz-dən kiçik olan dalğalar infrases. 20 mindən yuxarısı ultrases idi. Səs lokasiyasında ultrasesdən, ultrases müayinəsində də ultrasesdən istifadə olunur. Vakuumda yayıla bilmir. Mexaniki dalğaların heç biri vakuumda yayıla bilmir. Havada yayıla bilir. Hər ikisi də havada yayıla bilir. Deməli, belə oldu. 1, 2, 3, 4 B variantı. 8. Kütləsi 6 kiloqram olan K cismi müayinə səthində tarazlıqdadır. Onun üzərində hansı minimal kütləli X cismi qoymaq lazımdır ki, tamamilə mayeyə batsın. Hissələrin həcmləri eynidir. Deməli, birinci halda cismə təsir edir mg ağırlıq qüvvəsi ilə F Arximed qüvvəsi. Və burada F Arximed bərabərdir mg, çünki başqa heç bir qüvvəmiz yoxdur. F Arximedin də düsturunu yazsaq, belə yazmalıyıq. Romaye, cismin hissəsi batıb, 3-dən 2-si batıb da, düzdürmü? 3-də 2 V mg. Buradan tabaq görür Romaya V mg nəyə bərabərdir? Buradan görərik ki, Romaya V mg 3 vurulsun mg bölü 2-yə bərabər. Yəni 1,5 mg-yə bərabərdir. Romaya V mg bərabərdir 1,5 mg-yə. 3-dən 2 çarpaz keçidi bu tərəfə. Deməli, Arximed qüvvəsi birinci halda 3-də 2 Romaya V mg. Çünki batan hissəsi nə qədərdirsə Arximed qüvvəsi ilə olur. İkinci şəkildə baxsaq, cisim tamamilə batıb. Yəni Arximed artıq burada ikinci şəkildə F Arximed ilə Romaya V mg-yə, Romaya V mg-yə, yəni 1,5 mg-yə bərabər olmuş olacaq. 1,5 mg-yə. İndi uşaqlar, sizdən soruş ki, X cismi kütləsi nə qədər olmalıdır? Deməli, baxın, bunun mg-si, cismin mg-si və X cisminin mg-si mxg. Bir də var Arximed qüvvəsi. Arximed qüvvəsi də yalnız suda olan cismə təsir, orada yuxarıya doğru F Arximed. Deməli, burada F Arximed 2 dənə mg-nin cəminə bərabərdir. Və mg-lərdən birini əvvəldən bilirdik, birisi mxg oldu. mxg üstə gəlinsin mg bərabərdir F Arximedə. F Arximed dedik ki, cisim artıq tamamilə batdığına görə Romaya V mg, yəni 1,5 mg-yə bərabərdir. Bu da 1,5 mg-dir. Hər tərəfdən J-ləri silsək, daha sonra 1,5 m-dən M-i də çıxsaq, mx bərabər olacaq 0,5 m. Kütlənin nə qədər vermişdi? 6 kiloqram. M-in də yerinə 6 yazsaq, olacaq 3 kiloqram. C variantı. 9. Eyni həcmli 2 balonda eyni kütləli və temperaturlu helium və neon qazları vardır. Qazların təzyiqləri arasında hansı münasibət doğrudur? PV bərabər
PV bərabər kütlənin adını çəkdiyinə görə nÜRT-dən ününün yerinə M bölümü yazıram. RT. Kütlə eynidir, bildik. Temperatur eynidir, bildik. V eynidir. R-dəki universal qaz sabiti. Deməli, P M-lə tərs mütənsib asılı olmuş olacaq. Baxaq, bizdən deyir ki, müqayisə eləyin. P helium bölünsün P neon bərabərdir tərsinə. M neon bölünsün M heliuma. Neon nə qədərdir? 20. Helium nə qədərdir? 4. 20 bölünsün 4 olacaq 5. Çarpaz vursaq 5 P helium bərabərdir P neona. Yəni B variantı. P helium bölünsün P neon bərabərdir neon bölünsün heliuma. Düz yazdıq mı? Üzrsən neon bölünsün helium. Hədə 20 böl 4 o da oldu 5. Neon böl helium. Helium böl neon. Aha, amma cavabınızı uşaqlar verib Y variantı. Yazmağımızda bir problem yoxdur. Elə B variantı da alınmış olacaq. Yenidən baxaq. Deməli, həcm eynidir. Kütlə eynidir. Temperatur eynidir. Qazların təzyiqləri arasında hansı münasibət doğrudur? Gördüyümüz kimi təzyiqi M-lə tərs mütənsib asılı götürmüş olacaq. Deməli, helium bölünsün neon bərabərdir neon bölünsün heliuma. Neonun yerinə 20, heliumun yerinə 4. 20-ni 4-ə böldük, qaldı 1. Çarpaz vursaq, aha, mən səhv vururam. 5 yuxarıda qalmışdır. 5 P neon bərabərdir heliuma. Mən səhv vururam. Y variantı düppədüz. 10. Deformasiya etdirici qüvvənin sabit qiymətinin nümunənin mütləq uzanmasının ən kəsin sayısından asılı qrafiki hansıdır? Deməli, deformasiya etdirici qüvvənin sabit qiymətinə F bərabərdir K delta L-dən, K delta L-dən. K-nın da yerinə yazırsınız. YS bölünsün L0 vurulsun delta L. Bizdən delta L soruşur. F-dən necə asılıdır? Delta L bərabərdir. Deməli, L0 da konstant verib, lap yaxşı. F vurulsun L0 bölünsün YS-ə. Deməli, delta L S-dən tərs mütənasib asılıdır. 11. Q2 müsbət Q2-nü mənfi Q2 ilə əvəz etsək. Kvadratın ATB nöqtəsində nöqtəvi yüksələn yaratdığı yekun elektrik sahəsinin intensivi modlu. Birinci bu hala baxaq, sonra burada mənfi Q yazıb yenidən digər hala, ikinci hala baxarıq. Birincisi baxaq. Birinci yükün A nöqtəsinin yaratdığı intensivliyin modulu özünə doğru yox, A nöqtəsindən çıxan istiqamətdə, əks istiqamətdə getdi sağa. Bu Y1-dir və kvadrat olduğuna görə uşaq bütün məsafələr bir-birinə bərabərdir. Q3 yükünün yaratdığı da yenə müsbət yük olduğuna görə yuxarıya doğru çıxdı. Yəni özünə doğru yox, əksinə doğru gedir. Bu da oldu Y3. Y3 və Y2, Y1 ilə Y3 bir-birinə bərabərdir. Bir-birinə bərabər olduqlarına görə bunların əvəziyyəti düz bunların mərkəzindən çıxıb olacaq. Əgər birinə Y desək, o da olacaq Y kökdə 2. Y kökdə 2. Aha, bunu yazdıq. Çünki 90 dərəcədə Pifaqordan tapırıq. İndi Q2-yə baxaq. Q2 yükün yaratdığı intensivlikdə yenə özünə doğru yox, A-dan çıxan istiqamətdə, yəni baxın, yuxarı doğru yönəlmiş olacaq. Və onun da qiymətini tapası olsaq, əgər uşaqlar məsafəni bilmək lazımdır. Baxın, Y1 K vurulsun Q bölünsün məsafə hər biri A olsa, bura olacaq da A kvadrat. K kübə R kvadratından A kvadratı. Q2 üçün isə bu ifadən yazsaq. Bu Y3 üçün yazdığımızda. Y2 üçün də yazsaq K vurulsun Q. Məsafənin yerinə yazmalıyıq. A kök 2. Çünki bura A, burada A kök 2. A kök 2-nin kvadratı olacaq. Deməli 2 A kvadrat. Gördüyümüz kimi Y2 Y3-dən neçə dəfə azdır? 2 dəfə azdır. Fikir verin. Əgər buna bir Y demişdiksə, bu oldu Y böl 2. Y böl 2. Deməli, bu Y kök altda 2 ilə eyni istiqamətdə bir dənə də Y böl 2 var. Onda yekun intensivliyi birinci halda belə oldu. Y kök 2, Y kök 2 üstə gəlinsin, Y bölünsün 2. Eyni istiqamətdədirlər. Daha soruşardır. Q3-ü əgər kökünü mənfi yüklə əvəz etsək. Bura əgər mənfi yük olsa, onda yaranan intensivliyi hansı ki tapdığımız Y böl 2 A nöqtəsindən xaricə doğru yox, yükə doğru yönələcək. Yəni, baxın bu istiqamətdə. Bu istiqamətdə yönəlmiş olacaq. Y bölünsün 2. Və bizdə var idi Y kökdə 2. Baxın, var idi Y kökdə 2 yuxarıya, Y böl 2 isə aşağıya doğru oldu. Yəni, baxın, belə bir şey vardı. Y kök altda 2 yuxarıya. Bir də aldıq Y böl 2. Təbii ki, Y kök altda 2, Y böl 2-dən böyük olduğuna görə istiqamət elə Y kök altda 2-ci istiqamətində əvvəlki istiqamətdə olacaq. İstiqamət dəyişməz, amma modulsa əks istiqamətdə olduqlarına görə çıxılacaq.
Deməli, istiqamət dəyişmədi, amma modulu isə azalmış oldu. İstiqamət dəyişməz, modul azalar. Y variantı. 12. Sabit gərginlik mənbəyinə qoşulmuş müstəvi kondensatın yükünü tutumdan Q bərabər sudan düz mütənasib asılıdır. D variantı. 13. Sabit gərginlik mənbəyi 1 və 2 nöqtələrinə qoşulmuşdur. Bu mənbəyi 1 və 3 nöqtələrinə qoşduqda eyni lampaların parlaqlığı oluşur. Bu çox danki sualdır. Bəlkə də görən var idi bunu dinamikada. Deməli, bizdən soruşur ki, L1, L2 və L3 lampalarının parlaqlığı. Deməli, burada L1, 2 və 3-ə paralel birləşmişdir. Eyni lampalar olduğuna görə hər birinin müqaməti eynidir. Baxın, bura R-dir, bu da R-dir, bu da R-dir, düzdürmü? Deməli, bura R, burada da RR var. Yəni, ayrı-ayrı R-lər var və paralel olduğuna görə bu birinciyə düşən gərginlik U, ikisinə bir yerdə düşən gərginlik də U-dur. Amma həmin U bu ardıcıllar arasında bölünürdü. U bölü 2 kimi bölünürdü. Aha, indi keçək digər hissəyə. Buradasa 3 1-dən 2-yə paralel birləşib. Deməli, 3-ə düşən gərginlik U-dur. Bunlara düşən gərginlik isə U bölü 2, U bölü 2-dir. İndi müqayisə eləyək. Birinci parlaqlığını düşürüm. U kvadrat bölü R-dan. Çünki R-ləri eynidir, qaldı U-dan getmək. Birinci halda birinci lampaya düşən gərginlik U idi. İkinci halda nə oldu? U bölü 2. Deməli, parlaqlıq neynədir? U ilə düz asıdaxı azaldı. Bir də azalar. Daha sonra ikinci lampamız budur. Düşən gərginlik U bölü 2 idi. Yenə də U bölü 2 düşdü. Dəyişməz. Üçüncüyə düşən gərginlik U bölü 2 idi. İndi isə U düşdü, artar. Olacaq cavabınız B variantı. 14. Termistoru qızdırdıqda voltmetrlərin göstərişi necə dəyişir? Baxaq, termistorlar yarımkeçirci cihazdır və yarımkeçiricinin müqaməti temperaturla tərs asıdır. Temperatur əgər artırsa, müqaməti necə azalacaq? Müqamət azaldığından dövrədən keçən cərəyan şiddəti, deməli, R rezistor, bir də termistor var. Burada termistoru yazaq buna. Deməli, müqamət azaldığına görə, məxrəc azaldığına görə cərəyan şiddəti necə artacaq? Ümumi dövrdən axan cərəyan şiddəti artdığından gəldi artan cərəyan buradan keçir, R-dan keçir. Və burada R dəyişməmişdi. R sabit idi. Onda U1 nəyə bərabər idi? I vurulsun R idi. Həmişə baxın bu R-ə. R dəyişmədi, amma I artdığına görə voltmetr 1-in göstərişi neyini artar? Voltmetr 1-in göstərişi artdığına görə voltmetr 2-in göstərişi də azalacaq. V1 artar, V2 azalar, C variantı. Çünki ümumi gərginlik ayrı-ayrı gərginliklərin cəmidir və o baxmaq lazım. Baxın, burada sizə burada voltmetr birləşdirə bilərdi. Baxın, burada voltmetr birləşdirə bilərdi. Baxın, burada bir voltmetr birləşdirə bilərdi. Bu voltmetrin göstərişini dəyişməz yazmışsınız. Yekunda 10 da düstürün yazsaq, o bərabərdir. E-hiqqı çıxılsın, I vur R-dir. Cərəyan şiddəti artdığına görə buradakı voltmetrin göstərişi də azalacaqdır. Deməli, V1-i nə tapdıq? V1-i tapdıq ki, artar. Burada əgər voltmetr olsaydı, o da azalar. İndi V2-yə baxaq. V2-ni tapsaq, sonra V2 nəyə qoşulub? Bir dənə buradakı R-ə qoşulub, düzdürmü? Termistora qoşulub. V2-ni tapası olsaq, V2-nin düsturu belə olacaq. V2 bərabər, yəni U2 bərabərdir. E-hiqqı bölünsün, R tam, üstə gəlinsin, R vurulsun, R termistora. Deməli, buradan termistorun müqaməti neynəmişdi? Ümumi yekun tam müqamət neynəmişdi? Azalmışdı. Termistorun da müqaməti azaldı. Yekunda U2-də neynədir? Azalmış oldu. Artar və ya azalar, elə bəri başdan demişdik. 15. İnduksiyası B olan bir cism maqnit sahəsində kütləsi 0,2 kg cərəyanlı naqilə təsir edən amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Naqilə təsir edən əvəzləyici qüvvənin ağırlıq qüvvəsi bilərək mj aşağı doğru yönəlir. Amma amper tapmaq üçün sol əl qaydasında nöqtə olduqda əlinizin üstü sizə baxanda, şöyle 4 barmağınızı sağa tutsaz, sol əlinizin 4 barmağını sağa tutsaz, baş barmağınız yuxarı olacaq. Bu sizin sizə baxan tərəf dırnaqlarınızdır. Aha, deməli, amper qüvvəsi oldu yuxarı və bunlar bir-birinə bərabərdirsə, əks istiqamətdə olduqlarına görə bir-birinə aparırlar, əvəzləyici qüvvə olacaq 0 Newton. Daha sonra uşaqlar 16. Uşaqlar, əlimi səhv tutdum deyəsən. Bircə saniyə. Sol əlimizin 4 barmağı, yəni dırnaqlarımız bizə baxanda baş barmağımız aşağı olacaq. F amper də aşağıdır. MJ-ni də aşağı götürmüşdük. Cəmləyirik. İkisini də bir-birinə bərabər cəmləyirik və ağırlıq qüvvəsi 0,2. F ağırlıq bərabər MJ-dən 0,2-ni 10-a vursaz olacaq 0,2. Cəmləyəndə də ikisi bir yerdə olacaq 0,4 Newton. 16. V1 bölünsün amper vur saniyə hansı fiziki kəmiyyətin ölçü vahidinə uyğundur?
V1 bölünsün klonu verir bu bizə uşaqlar. V1 böl klonda Q bərabər. Bu üstü bilməlisiniz. Fi böl R-dən. Yerlərini dəyişsək, 10 nəyə bərabər olacaq? 10 bərabər olacaq. V1 bölünsün klona. Və ya uşaqlar, vahidləri kiçildə bilərsiniz. Məsələn, V1-in yerinə yaza bilərsiniz ki, volt vurulsun saniyə. EHQ bərabər fi böl T-dən volt vur saniyə. Saniyələr gecəyə qalacaq volt böl amper. Ohm qanunundan U böl I bizə verirdi ohmu, yəni müqaviməti. Y variantı. 17. R müqavimətini artırdıqda və kondensatorun elektrik sahəsinin enerjisi W, sarxacın maqnit enerjisi W. W elektrik və W maqnit necə dəyişər? Deməli, kondensatorun elektrik müqaviməti artırdıqda, R müqavimətini artırdıqda, sarxacın müqavimətinə sıralanır. R müqaviməti artanda I bərabər U böl R-ə əsasən müqavimət artdığından cəryan şiddəti azalacaq. Cəryan şiddəti azaldı. Yaxşı elədi və buradan uşaqlar baxın, maqnit sahəsinin enerjisi yaranır da, düzdürmü? W maqnit nəyə bərabər idi? L kvadrat bölü 2. Cəryan şiddəti azaldığına görə, deməli, bu maqnit sahəsinin enerjisi nə edəcək? Azalmış olacaq. Deməli, burada görək, harda var, burada azalır var, burada azalır var, dəyişməz, artar, bunlar səhvdir. Qaldı ya A-dır, ya da ki C variantı. Elektrik sahəsinin enerjisinə baxaq. Elektrik sahəsinin enerjisini düzdür uşaqlar. Deməli, W elektrik bərabərdir. Model suallarda var bu sual. C kvadrat bölü 2-dir. Bəli, kondensatorun tutumu asılı deyil müqavimətdən dəyişməz. Amma gəldi gərginliyə. Sonra əgər sarxacın aktiv müqaviməti nəzərə alınmırsa, deməli, burada müqavimət yoxdur. Bax, bunu boş bir naqil kimi baxaq. Bütün gərginlik hara düşür? R-ə düşür. Ona görə R-i artıranda da azaldanda yenə də olsa bütün gərginlik yalnız R olmuş kimi olur da dövrdə. Yəni müqaviməti olan yalnız o cihaz olmuş olur dövrdə. Ona görə də həm kondensator da, həm də budur. Ona düşən gərginlik dəyişmir. Gərginlik də dəyişmədən, C də dəyişmədiyindən elektrik sahəsi enerjisi dəyişməz. 18. Ampermetrin göstərişinin dəyişən cəryan perioduna asılı qrafiki hansıdır? Tam dövrədə deməli, burada verilib biz XC, bir də verilib R. Gəlin ohm qanunu yazaq. E maksimal bərabərdir. O maksimal bölünsün Z-də. Z-in də yerinə nə yazmaq lazım idi? Tam müqavimətin düsturunu. Yəni R kvadrat üstə gəlinsin. XL çıxılsın XC-nin mötərizə kvadratı. Sadəcə XL yoxdur deyil, sadəcə XC ilə yazmalıyıq. Bərabərdir. UM bölünsün R kvadrat üstə gəlinsin XC-nin kvadratı. XC-nin də düsturu nə idi? 1 bölünsün omega C. Düzdürmü? Kvadrat olduğuna görə bunun kvadratı olacaq. Perioddan istəyir, ona görə də omeganın da yerinə 2pi böl T yazmaq lazımdır. İndi başlayaq yazmağa. Bu da bərabərdir. UM bölünsün R kvadrat üstə gəlinsin. Deməli, 1 bölünsün 4 pi kvadrat. Bu da bölünsün T kvadratın T kvadratı qalxdı bura. Vurulsun C kvadratına. Baxın, XC-nin yerinə həmin ifadəni yazdım. Və gördüyümüz kimi uşaqlar deyir ki, perioddan asılığı, period baxın buradadır və perioddan da necə asılıdır? Tərs mütənasib asılıdır. Hansı nöqtədən toplama olmalıdır? 18-də olacaq. D variantı toplama olduğuna görə hansı nöqtədən? 19. AB cisimli qabarıq sferik güzgəyə yaxınlaşdırdıqda onun xəyalın ölçüsü və yeri necə dəyişir? Deməli, bunu güzgəyə yaxınlaşdırdıqca, bugün dərs sahəsində paylaşmışam, sferik güzgülərin təpə nöqtəsinə doğru gətirdikcə güzgü oynayır sizin üçün müstəvi güzgü rolunu və qabarıq güzgüdə xəyalımız həmişə mövhumi, düzünə və kiçildilmiş alınırdı. Kiçildilmiş xəyalda təpə nöqtəsinə doğru gətirdikcə müstəvi güzgü, yəni özü boyda olmağa doğru gedir. Ona görə də deməli, nə baş verəcək? Böyüyəcək. Bunlar səhvdir hamısı. Daha sonra və müstəvi güzgü rolunu oynayırsa, güzgüdə nə qədər məsafədə idisə, cisim hansı məsafədə idisə, xəyal da həmin məsafədə olur. Ona görə də güzgüyə yaxınlaşar. B variantı. 20. Diffraksiya qəfəsinin periodunun qəfəs üzərinə düşən işığın tezliyinin asılı qrafiki hansıdır? Qəfəsin periodu uşaqlar yalnız qəfəsin hazırlandığı ölçülərdən asılı, xətti ölçülərdən asılı, yəni necə hazırlayarsa elə də qalır. Ona görə asılı deyil. Y variantı. 21. Sink növfəni müxtəlif intensivli şüalarla işıqlandırdıqda fotoeffekt müşahidə olunur. Diaqramdakı nöqtələrə uyğun fotoelektronların maksimal kinetik enerji arasında hansı münasibət doğrudur? Fotoeffekt qanununa görə kinetik enerji intensivlikdən asılı olmayıb, tezliklə düz mütənasib asılıdır. Ona görə də uşaqlar intensivlikdən asılı deyil, amma tezlikdən asılıdır. Tezliyə xəttlər indirsək, 1-2 nöqtəsində tezlik bərabər olduğuna görə kinetiklər də bir-birinə
1-2 nöqtəsində bərabər, amma 3 nöqtəsində isə baxın tezliyi sağa doğru getdikcə ədəd oxuna necə artacaq. Ona görə də 3 bunlardan böyükdür. 2-1 bərabərdir və 3 onlardan böyükdür. A variantı. Hidrogen atomunun şüalı enerji səviyyələri diaqramı göstərmişdir. Şüalanın ən kiçik enerjili görülən işıq. Fotonun dalğa uzunluğu hansı ifadəyə təyin olunur? Deməli, bizdən soruşur ki, şüalanan ən kiçik enerjili görülən işıq. Görünən işıq olması üçün şüalar, ümumiyyətlə görünən işıq şüalandırmaq üçün deməli, ikinci enerji səviyyəsinə keçməlidir. İkinci enerji səviyyəsinə keçməlidir. Və sizdən soruşur ki, ən kiçik enerjili görünən işıq, xəttin uzunluğuna görə də biz enerjini təyin edə bilirdik. 2 keçənləri çəkdik. 2 keçənləri çəkdik və xəttin uzunluğuna görə enerjini xarakterizə edirdi və düz ası idi. Xəttin uzunluğu nə qədər kiçik idisə, enerji də bir o qədər kiçik idi. Şu an enerji də o qədər kiçik idi. Deməli, bu Y3-dən Y2-yə keçib. Və bizdən soruşurdu nəyi? Dalğa uzunluğunu. Dalğa uzunluğunu tapmaq üçün HC bölünsün lambdadan gedəcək. Bərabərdir. Deməli, enerjinin düsturu hardan keçdi? 3-dən 2-yə keçdi. Olacaq deməli, Y3 çıxılsın, Y2. Bizdən də lambdanı soruşur. Yerini dəyişirsiz, qalacaq HC bölünsün. Yəni, bura gəlir, Y3 çıxılsın, Y2. D variantı. 23-də iki müxtəlif F1 və F2 qüvvələri cismə eyni istiqamətdə təsir etdikdə əvəzedici qüvvənin modulu 14 Newton, əks istiqamətdə təsir etdikdə isə 2 Newton olur. Eyni istiqamətdə təsir edirsə, belə yazırıq. F1 üstə gəlinsin F2 bərabər 14. Əks istiqamətdə onda isə 2 Newton. Artıq bildiniz yəqin ki, hansı ədədlərdir. Çıxırıq. Qaldı 2 Newton. Bunları tərəf-tərəfə çıxsaq, buradan tərəf-tərəfə toplasaq, F2-lər gedər 2F1 bərabər olar 16 Newtona, F1 də bərabər olar 8 Newtona. F1 8-dirsə, F2 nə qədər olar? 6 Newton. Və deyir ki, bunlar perpendikulyar yerləşərsə. Perpendikulyar olanda da 6-8-in kvadratı sizə nəyi verirdi? 64 üstə gəl 16-dan, 36-dan 10 Newton. 6-8 sizə verəcək 10 Newtona. 24. Deməli, birinci qabda havanın nisbi rütubəti 70%. İkinci qabda 50%dir. Bu qabları birləşdirən kranı açdıqdan sonra onlardakı nisbi rütubət neçə faiz olar? Qablardakı havanın temperaturu indi və sabit qalır. Aha. Lap yaxşı. Deməli, uşaqlar qeyriləşən anda, yəni hansı ki kran açılandan sonra nisbi rütubət bərabər olacaq F1 V1 üstə gəlinsin F2 V2 bölünsün V1 üstə gəl V2. F1 V1 uşaqlar. Deməli, F1 70 vur V, 70 vur V, üstə gəlinsin 50 vurulsun 3V, bölünsün V'lərin cəmi, yəni 4V'yə, 4V'yə. 50-ni çevirsək 150, 150-nin üstünə 70 gəlsək, olacaq 220, 220V bölünsün 4V'yə. V'lər getdi, 220-ni də 4-ə bölsəz, olacaq deməli 55% olar. Deməli, bu cavabınız oldu 55. 25. Sərbəst uçan cismin potensial enerjisinin yerdəşməsinə asılı qrafik vermişdir. Cismə təsirində ağırlıq qüvvəsini Newton hesablayın. Aha. Deməli, uşaq demişdik ki, iş mənfi işarədən potensial enerjinin dəyişməsinə bərabərdir. İşin deyirində ağırlıq qüvvəsinin işindən getdiyinə söhbət. Baxın, sərbəst düşürsə ağırlıq qüvvəsinin işi müsbətdir. Müsbət MJH-və F ağırlıq vurulsun H bizə nəyə soruşur? Ağırlıq qüvvəsinə. F ağırlıq vurulsun H bərabərdir. Delta YP mənfi olduğuna görə YP1 çıx YP2 yazırsınız. YP1 20-dir, 80-dir, YP2 20-dir, 80 çıx 20 olacaq 60. F ağırlıq vurulsun. H necədir? 5, 5 bərabərdir 60-a. F ağırlıq da bərabər olacaq 12 Newtona. 26. Rəqs konturunda baş verən sönməyən elektromaqnit rəqslərinin periodunu hansı üsulla artırmaq olar? Periodun düsturu uşaqlar, Thomson düsturumuz 2pi kök altı LC-dir. T bərabərdir 2pi kök altında LC. Buradakı kəmiyyətlərlə necə görürsə elə də asılıdır. Məsələn, L-i dəyişmək üçün ferromaqnit daxil edə bilərik. Ferromaqnit daxil edəcək, ümumi artdığına görə period da artacaq. C-nin isə yerinə epsilon 0 bölü D yazırıq. Dielektrik daxil edəndə artar, sahəni artıran da artar, məsafəni azaldanda artar. İndi baxaq, yükün nabüldür, yükdən asılıq yoxdur, getdi. Sarğacı induktivliyini artırmaqla, bəli, induktivliyi ilə düz mütənasib asıdır, artırmaq olar. Tutumunu artırmaqla, bəli, tutumdan düz asıdır. Oldu 3 və 5. 27. Uyğunluğu müəyyən edin. Bircə elektrik sayəsinin potensialı Fi-A 30 volt olan nöqtədən Fi-B 40 volt olan nöqtəsinə hərəkət etdikdə kinetik və potensial enerjilər necə dəyişir?
Proton, elektron və alfa zərrəciyi verib bizə. Protonun yük ədədi müsbət 1, elektronun yük ədədi -1, alfa zərrəcinin yük ədədi müsbət 2-yə bərabərdir. İndi elektron, məsələn, kinetikə alsaq, potensial digər təsirə nəzərə alınmır. Enerjinin saxlanmasına görə kinetikə yazsaq, potensial da onun əksi olacaq. Gəlin baxaq. Kinetikin düsturu delta YK bərabərdir. Y vurulsun, fi A çıxılsın, fi B. Yəni fi 1 çıx, fi 2. Y. Birinci protona baxaq. Y isə müsbət 7. Fi A 30 çıxılsın 40 olacaq -10. -10 volta vuruq. Aldıq ki, -10 elektron volt. Deməli, protonun kinetik enerjisi 10 elektron volt mənfi olduğuna görə azalar. 10 elektron volt azalar. B-ni götürdük. Potensial enerjisi 10 elektron volt artar. Y-ni götürdük. B ilə Y getdi. İndi keçək elektrona. Elektron da bunun əksi olacaq təbii ki, çünki eyni istiqamətdə hərəkət edirlər. Düsturu indi sadəcə burada mənfiyə yazırıq. Mənfi olacaq, müsbət 10. Kinetik enerjisi 10 elektron volt artar. Potensial enerjisi 10 elektron volt azalar, o yoxdur. Keçək alfa zərrəciyə. Deməli, alfa zərrəcidə də delta YK bərabərdir. Y-nin yerinə artıq müsbət 2-yi. Potensial fərqsə yenə eyni istiqamətdə olduğuna görə -10. Bu oldu -20 elektron volt. Deməli, kinetik enerjisi 20 elektron volt azalar. Potensial enerjisi 20 elektron volt artardı. 28 düz xətt boyunca hərəkət edən cismin hərəkət tənliyi x bərabər 20 üstəgəl 6 üstəgəl t kvadrat şəklindədir. Sürəti 8 metr bölü saniyə olan anda onun yer dəyişməsinin modulunu hesablayın. Sürət bilir ki, yer dəyişmənin zamana görə bir qat törəməsinə bərabərdir. Onda törəmə tapsaq əgər burada nə alarıq? 6 üstəgəlisi 2-dir və deyir sürət 8 olsun. Bunu da bərabərliyə 8-ə. 8-dən 6 çıxsaq 2, 2-ni də 2-yə bölsə olacaq 1 saniyə. T bərabər 1 saniyədir. Yer dəyişməsi modunu hesablayın. Yer dəyişmiş olar x minus x 0 olduğundan 20-ni atırıq. Qalan nə qaldısa olacaq sizin yer dəyişməniz. Sx bərabərdir 6t üstəgəl t kvadrat. T'nin də yerinə 1 qoysaq 6 üstəgəl 1 olacaq 7 metr. 29. Bir atomlu ideal qaz əvvəlcə izotermik genişlənir. İzotermik genişlənmə nə deməkdir? Temperatur konstantdır, həcm neyinir? Artır. Sonra isə izobar qızdırılır. İzobar nə deməkdir? Təzyiq sabitdir. Qızdırmaqsa temperaturu artırmaq və ya həcmi artırmaq deməkdir. İzobar qızma və genişlənmə bir yerdədir. Hər bir prosesdə qazı 100 jol isteği miqdarı alır. Hər iki proses nəticəsində qaz nə qədər iş görər? Deməli, hər iki prosesdə qaz eyni qədər isteği miqdarı. Birincə baxaq, birinci hala. T konstantdırsa, daxili enerjini saxlamaq qanunu yazsaq, delta bərabərdir, Q çıxarışdırıq. T konstant olanda, temperatur sabit olanda, daxili enerji sabit olanda, amma dəyişməsi sıfıra bərabər idi. Deməli, Q bərabərdir A'-a. Buna da 1 yazsaq, birinci proses kimi. Deməli, ilə A'-q Q-yə bərabərdir 100 jol. İndi ikinci prosesə baxaq. İkinci proses izobar prosesi. İzobar prosesdə görülən iş, istilik miqdarını, bunda A'-q yazaq. Görülən iş istilik miqdarının 0,14 hissəsi idi. 0,14 Q olacaq 4 vurul 0,14 vur 100, 40 jol almış olar. Ümumiyyətlə bizdən nə soruşur? Hər iki proses nəticəsində ümumi iş tapsaq 100 jol üstəgəl 40 jol, 140 jol iş görmüş olar hər iki prosesdə. Elektron birinci elektrik sayəsində sükunət vəziyyətindən hərəkətə başlayaraq o sürətləndirici potensiallar fərqi keçir. Və induksiya xəttlərində perpendikulyar istiqamətdə bir cis maqnitizasiya daxil olur. Elektron cızlığı çevirən radiusun sürətləndirici potensial fərqinin asılılıq qrafikini çəkin. Uyğun düzləri yazmaqla cavabınızı əsaslandırın. Çevirən radiusun. Deməli, uşaqlar, baxaq birdən də sükunətdən başlayıb. Sükunətdən başlayıb mv kvadrat bölü 2 müəyyən bir enerji yığıb burada. O da elektrik sayəsinin enerjisi U. Və bu, həmin aldığı sürət hesabına bir cins maqnitizasiyasına perpendikulyar daxil. Perpendikulyar daxil olubsa, onu təsir edir Lorentz qüvvəsi. Və Lorentz qüvvəsi nə idi? QVB. Biz bura gətirmək istəyirik radiusu. MA bərabər. Çevrə üzrə hərəkət edəcəyik burada. Bizə nə soruşur? Fərqini, radiusun asılı, düstur bir də deyir yazın. MA bərabər QVB. A-nın yerinə çevrə üzrə hərəkət olduğuna görə V kvadrat bölü R bərabər QVB. V'lər getdi, qaldı ki, MV bərabər QBR. MV bərabər QBR. Və V'nin də yerinə yazmaq lazımdır. Kök altında 2U bölünsün M vurulsun. Kök altında 2U böl M bərabərdir QBR. Gördüyümüz kimi R U ilə kök altı düz mütənasib aslıdır. Baxın, kök altı kimi aslı olmuş olacaq. Sağ olun uşaqlar.